2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət eləyən, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Gündəm xəbər trendə istinadən məlumat verir ki, bu məsələ Milli Məclisin İqtisadi, Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirə olunaraq Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən həmçinin kirayəyə götürülən yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, ehtiyatda və istifada olan hərbi qulluqçular da nəzərə alınmaqla ödənilən pul kompensasiyası üçün 15 milyon 500 min manat məbləğində vəsait nəzərdə tutulub. Yəni 2026-cı ildə yerli xərclərin 15 milyon 500 min manatı və ya 2% kirayəyə götürülən yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara, ehtiyatda və istifada olan hərbi qulluqçular da nəzərə alınmaqla pul kompensasiyasının ödənilməsi xərclərinə yönləndiriləcək.